Hər vaxtınız xeyir dəyərli dostlar. Kiyevdə 20-20'dir. Yəni 9-20'dəyə geçdi. Gün ərzində yağış yağır. Çünki bir neçə gün idi ki 34-35 dərəcə isti var idi. İndi də bütün günü yağış yağır, amma Kiyevin bir gözəlliyi var ki, yağış yerdə qalmır. Yağış yağır, Ramil Rövşənin şeiri olmasın, gün qurudur. Kiyevdə heç zaman yağışdan, metro stansiyalarında filan ola bilər ki, əgər düzgün idarə eləmirlərsə, bəzən olur, bir-iki dəfə olur, metro stansiyalarına su tökülür. Oradakı kütləvi xarakter daşımır. Neçə şəhərdə sudan zərər çəkmə anlayışı yoxdur. Həm şəhərin özü doğrudan təpələrin üstündədir, bilirsiniz, Kiyev 7 təpənin üstündədir. Həm də drenaj sistemi, kanalizasiya sistemi elə qurulub ki, su qalmır. Bir belə yağış yağır, neçə saatdır, bir dənə nə gölməçə, nə göl görmək mümkün deyil. Çox vedrədən yağır, elə bir vedrədən tökürlər, özünüz görürsünüz. Birazdan inşallah görüşəcəyik efirdə. Danışılası işlər çoxdur, danışılası məsələlər çoxdur. Dedim, yəni bilərsiniz ki, bax, görün necə yağır, yəni leysan yağır da faktik olaraq. Hələ dolu da söz veriblər, görək dolu da yağmalıdır. Bu da bizim 8 iyun 2025-ci il Kiyev şəhəri. Mərkəz, ən mərkəz. Göy gördüyüm, həm şimşək çaxır. Belə səslər Kiyevdə tez-tez eşidilir raketlərdən, ona görə heç kəsə təsir eləmir. Bax belə dostlar, bugün yay yağışı yağır, artıq ki, biraz sərinlədi heç olmasa havalar. Çünki nəmişlik yüksəkdir, 30 dərəcəni isti keçən kimi adamın havası sapmır. Bir dənə də qardaş hələ burada bu yağışın altında qaça-qaça gedir. Güya ki istanmayacaq, təzdən istanmayacaq. Belə dostlar. Həyatınızda həmişə işıq olsun, günəş olsun, yağış olsun. Yağış özü bir nurdur. Təmizlikdir, yuyur aparır. Hər halda insanlarda, dostlarımız bütün günkü yağışı görürlər. Tam da nədənsə bir mənəvi rahatlıq yaranır. Ki, təbiət öz işini görür, təbiət dayanmır, təbiət yaşayır, insanlar da yaşayır. Belədir dünya. İnanın ki, bu gürültülər heç kəsə təsir eləmir, çünki raketlərdən insanlar o qədər eşitiblər ki, göy gürültüsü xırda bir şey. Bu ildırımlar, şimşəklər. Yeri gəlmişəm bugünkü efirimizdə deməli, Zevs şimşəyindən danışacağıq. Zevs şimşəyi nə deməkdir? Nəyə görə iyun ayının 1-i Ukrayna xüsusi xidmət orqanları hörümçək toru 1 əməliyyatını keçirdilər. Bu mövzuda danışacağıq dostlar. Ekranlara yaxın olun. Efirlərimizi çoxaldın. Xahiş edir, abunətlərimizin sayını artırın. Bax, belə təxminən bəlkə də 1 saatdan artıqdır ki, belə templə yağış yağır. Amma yenə deyirəm ki, heç arada su yığılmır. Bax, hamısı axır, gedir. Bu da bizim şəhərimizin yay yağışı. İnşallah efirdə görüşənə qədər dostlar.